Hər vaxtınız xeyir, əziz izləyicilərim, daimi abunəçilərim. Hər birinizi xoş gördük, əziz 7-cilər. Bugün kimlərlə tanış olacaq, görək kimlərə salamımı göndərəcəm. Buradan Günay Məmmədova, daimi izləyicimdir. Tez-tez görürəm adlarını, tez-tez şərhlərdə yazır. İlk öncə hər birinizə təşəkkür edirəm. Mənə çox gözəl şərhlər yazan abunəçilərimə dərin təşəkkürümü bildirirəm. Və sizlər sayəsində mənim daha da həvəsim olur, daha da yaxşı videolar çəkəcəm. Hətta belə bir məqsədim var. Yaxşı SMS-ləri, kimlər ki, yaxşı şərhlər yazıb mənə, mən onları sizinlə paylaşacağım. Qısa bir video hazırlayacağım, paylaşacağım. O da bir yenilik olsun. Deməli, gəlin salamlarımızı göndərək Günay Məmmədovaya. Günay nəsə yaxşı deyə bilmədim. Günay Məmmədovaya salamlarımı göndərirəm. Fərizə, Əfşan, gör nə qəşəng adlardır. Bu səfərki adlar xüsusidir sanki. Uğur, oğlan adlarını özünüz gördüyünüz kimi göy rəqəmi göy hərflə yazmışam. Əsma qızımıza salamlar, Ayana salamlar, Elmir, Məryəm Müsazadə, Nazlı, Nazlının nə qəribə Nastı, daha doğrusu Nastı. Bax, belə yazılmışdı, mən də bu şəkildə yazmışam. Yəqin ki, bu qısaldılmış ad olar. Bütöv ad Nastı deyə bir ad, inanmıram olsun. Bu haqda yazar, onu Nastı oxuyub mənə yazar. Mikailzadə Aydana salamlarımı göndərirəm. Günlarəyə salamlar göndərirəm. Raman, Zeliha, bu da maraqlı addır. Mirzə, dərin salamlarımı göndərirəm. Əziz izləyicilərim, başqa kimlər var? Baxaq. Sevinç Hüseynova, buradan xüsusi salamlarımı göndərirəm Sevincə də. Yaxşı şərhlər yazan qızlarımdan biri də Sevincdir. Fatimə Səlimovaya salamımı göndərirəm. Xumar qızımıza, Selcan qızımıza, Ayxan Xəsməmmədova, Əsmaya, yox, Esmadır, Esmaya, Yusifə, Əkbərova Həcər qızımıza, Məryəmə Ülkər Rızayeva və Əsma Miriyevaya buradan gözəl salamlar göndərirəm. Qucaq dolusu salamlarımı, sevgilərimi göndərirəm. Buradan tanımasaq da bir-birimizi, amma həqiqətən sizlərə nə qədər sevgim olduğunu, nə qədər həvəsli şəkildə dərs keçdiyimi hər biriniz inanıram ki, videolarımdan hiss edirsiniz. Bunları bilənlər var. Hər birinizdə uğurlar arzulayıram. Kimlər ki, o xoş kommentlər yazırlar, müəllimə getdim mən, sizə qulaq asaraq 100 bal aldım, 90 bal aldım, yaxşı oxuyuram, coğrafiyanı sizinlə sevirəm. Bunlar mənə xüsusi qanat verir, xüsusi sevinç gətirir. Daha da həvəslənirəm, daha da yaxşı videoları yenə deyirəm çəkəcəyimə söz verirəm. Sadəcə biraz qısa vaxtı mən çalışaram, istəyərəm videolarım sayı çox olsun. Həftə ərzində ən az 2 video paylaşım, amma bəzən çatdıra bilmirəm. Ona görə inanıram ki, məni başa düşürsünüz. Gəlin testlərimizə, dərslərimizin izahına keçək. Bugünkü dərsimiz yer səthinin relyefi necə fərqləndirir mövzusu olacaq. İlk öncə gəlin dərsimizin izahına baxaq, daha sonra deməli tapşırıqlarımızı qeyd edək. Yer səthində olan bütün nahamarlıqlar cəmi relyef adlanır. Bəli, relyef nəyə deyilir sualı? Yer səthindəki nahamarlıqlar cəmidir. Relyef formalarını fərqləndirən əsas əlamətlərdən biri onların ölçüsüdür. Yəni, müxtəlif ölçüdə relyef formaları var. Böyük, mega relyef formaları var və yaxud da planetar. İndi bunları növbəti mərhələdə izah edəcəyik. Yəni, böyükdən kiçiyə doğru, hətta daxili proseslərin və xarici proseslərin yaratdığı relyef formaları da var. Bütün yəni relyef formalarını daxili proseslər yaratmır, zəlzələ, vulkan yaratmır. Bəzən xarici proseslər küləyin, yağışın, çayın, buzlağın yaratdığı relyef formaları da mövcuddur. Təbii ki, xarici relyef formaları daxili proseslərin yaratdığı relyef formalarından daha kiçik olacaq. Davam edirik. Qitə qalxmaları və okean çökəklikləri, həmçinin seismik qurşaqlar yer səthinin ən iri relyef formaları, yəni planetar relyef formalarıdır. Deməli, materik qalxmaları, eləcə də okean çökəklikləri, həmçinin seismik qurşaqlar, hansı seismik qurşaqlar var idi? Var idi Sakit Okean seismik qurşağı, yəni Sakit Okean, Odlu qövsü, Alp Himalay, qırışıqlıq zonası, Orta Okean sıra dağları, bunlar hamısı seismik qurşaqlar idi. Və həmçinin bunlar bütövlükdə, yəni materik qalxmaları, okean çökəklikləri birlikdə planetar relyef formalarını yaradır. Yəni ən böyük relyef formalarını yaratmış olur. Budur ölçülərinə görə gördüyünüz kimi, bax bu planetar relyef formalarından
Birincini görürsünüz Asiya qitəsi, məsələn, planetar relyef forma. Qafqaz dağları desək, mega relyef formalardır. Bu şəkildə indi davam edəcək. Qitələrin səthi və okeanların dibi də hamar deyil. Burada əsas relyef formaları dağlar və düzənliklər, bunlar mega relyef formalarıdır. Deməli, qitələrin səthi okeanların dibi hamar deyil, yəni nahamarlıqlardır. Bayaq da qeyd etdiyimiz kimi, nahamarlıqlar cəmi relyef adlanır. Dərsin əvvəlində də dedik bunu. Qitələrin səthi və okeanların dibi də hamar deyil. Burada əsas relyef formaları dağlar və düzənliklər, mega relyef formalarıdır. Materik çıxıntıları, okean çökəklikləri nə oldu? Planetar relyef formaları, biraz nisbətən balacalar, dağlar, düzənliklər olacaq. Artıq mega relyef formaları, bayaq dediyim kimi, Qafqaz dağları mega relyef formalarıdır. Amma onların da daxilində müxtəlif relyef formaları ayrılır. Yəni onu da parçalasaq, digər relyef formalar əmələ gələcək. Ayrı-ayrı dağ silsilələri və düzənliklərin hissələri makro formalar əmələ gətirir. Deməli, mega relyef formalarının da hissələri makro formalar, makro relyef formaları olacaq. Mezoformalar isə makro formalar daxilində olan çay dərələri, göl çökəklikləri, mağaralar və s. Burada yəni dağ silsilələri, məsəl üçün Böyük Qafqaz dağları mega relyef forması götürülə bilər. İndi Böyük Qafqaz dağlarına məsəl üçün Şah dağ silsiləsi, Dəli dağ, Zəfər zirvəsi və s. Zirvələr artıq olacaq makro relyef formaları. Dağ silsilələri mega, zirvələr oldu və geniş düzənliklər olacaq makro relyef formaları. Mezoformalar isə makro formaları daxilində. Məsəl üçün bir nümunədə göstərək. Məsələn, Kür-Araz ovalığı makro sayılırsa, onun daxilində Mil, Muğan, Şirvan düzənlikləri deməli mezorelyef formaları adlanacaq. Yox, üzr istəyirəm. Daha doğrusu Kür-Araz ovalığını böyük düzənlik olaraq biz Kür-Araz ovalını mega sayırıqsa, Mil, Muğan, Şirvan düzənlikləri makro relyef formaları, yəni onun daxilindəki düzənliklər artıq makro relyef formaları adlanacaq. Mezoformalar, makroformalar daxilində olan çay dərələri, göl çökəklikləri, mağaralar və s. Deməli, ən kiçik relyef forması isə mikro relyef formasıdır. Onların ölçüsü cəmi bir neçə metr olan kiçik çökəkliklər və qalxmalar aiddir. Burada da həmin o çay dərəsini görə bilirik. Deməli, birinci Asiya qitəsi olacaq planetar relyef forması, Kiçik Qafqaz mega relyef forması, Lələtəpə və yaxud da digər zirvələr deməli olacaq makro relyef forması, çay dərələri isə olacaq mega. Burada bu arada Qarabağ silsiləsini unutduq. Qarabağ silsiləsi olacaq mega relyef forması, Lələtəpə makro və nəhayət mezo və mikro relyef formalarını görmüş olduq. Çay dərələri, göl çökəklikləri və yaxud da mağaralar, bunlar hamısı mezorelyef formalarıdır. Deməli, tapşırıqları daha sonra işləyəcək. Baxaq dərsimizin davamına. Relyefin yaranmasında həm daxili, həm xarici proseslər iştirak edir. Yerin daxili və ya endogen qüvvələrinə vulkan püskürməsi, tektonik hərəkətlər, yəni zəlzələlər, litosfer tablarının hərəkəti daxildir. Deməli, endogen relyef formaları nə olacaq? Yerin daxili prosesləri ilə bağlı olan relyef formalardır, endogen relyef deyəndə. Bu qüvvələr endogen relyef formalarını yaradır. Deməli, endogen nə oldu uşaqlar? Endo, içində in sözünü yadınızda saxlayın. Yəni, yerin daxilində baş verən proseslər nəticəsində yaranır. Həm də bunlar iri relyef formalarıdır. Məsəl üçün, dağlar. Həm daxili, həm xarici proseslər nəticəsində relyef yarana bilər. Endogen deyəndə artıq biz zəlzələlər və yaxud da vulkan püskürməsindən, litosfer tablarının hərəkətindən söhbət gedəcək endogen deyəndə. Bir də var eksogen qüvvələr. Eksogen, çöl, xarici nəzərinizdə saxlayırsınız. Eksogen qüvvələr xarici proseslərin yaratdığı relyef formalardır. Bunlara məsəl üçün bayaq dediyim kimi küləyin, suyun, buzlağın, yeraltı suların, çayların və s. yaratdığı relyef formaları daxildir uşaqlar. Yəni, yerin üstündə nə yaradırsa, yerin üzərində baş verən qüvvələr olacaq eksogen, yerin daxilindəki qüvvələr nəticəsində yaranan relyef formaları endogen olacaq təbii ki. Çox maraqlı və çox asan bir mövzudur. Ona görə bilirəm ki, bunu sevərək öyrənəcəksiniz uşaqlar. Bu qüvvələrin təsiri ilə endogen relyef formaları dağılır və nisbətən kiçik ölçülərə malik eksogen. Yəni, endogen relyef formaları məsəl üçün dağlardır. Dağlar qədimləşir, artıq xarici qüvvələr təsiri ilə aşınır,
və deformasiyaya uğrayaraq kiçik relyef formalarına parçalanaraq, yəni kiçik relyef formalarına çevrilirlər, kiçik relyef formaları yaranırlar. Bu da olacaq eksogen relyef formaları. Deməli, gəlin keçək suallarımızın cavabına. İnanıram ki, hər biriniz üçün asan oldu. Biz nə öyrəndik? Relyef nahamarlıqlar cəmi oldu. Relyef formalarına böyüklüyünə görə planetar, mega, makro və mezo, bir də mikro relyef formalarına bölündü. Ən böyük relyef forması planetar, ən kiçik relyef forması isə mikro formalar oldu. İndi bunları qruplaşdıracağıq. Daha sonra burada öyrəndik endogen və eksogen relyef formaları. Yadımdan çıxmışdı, bunu da izah edəcəm sizə. Mütləq və nisbi hündürlük nədir? Çünki burada suallardan hansındasa var, nisbi mütləq hündürlüyü soruşur bizdən. Deməli, endogen relyef formaları daxili proseslər nəticəsində zəlzələ, vulkan, tektonik hərəkətlər, litosfer tavanların hərəkətləri nəticəsində yarananlar endogendir. Eksogenlər isə xarici proseslər nəticəsində küləyin, yəni suyun, çayın, selin, buzlaqların, yeraltı suların və s. Yaranmasından yaranır, suxurların aşınması nəticəsində əmələ gəlir. Bunlar eksogen relyef formalar. Bir də uşaqlar mütləq və nisbi hündürlük anlayışları var. Mütləq hündürlük anlayışı deyəndə, deməli, hər hansı bir nöqtənin, dağın və yaxud da düzənliyin fərqi yoxdur. Hər hansı bir nöqtənin. Deməli, dəniz və ya okean səviyyəsindən ölçülən hündürlüyünə deyilir. Nəyə görə dəniz, okean? Çünki dəniz, okean səviyyəsi 0 metr götürülür. Deməli, mütləq hündürlük okean və ya dəniz səviyyəsindən ölçülən hündürlükdür. Bir növ dağın əsl hündürlüyüdür. Nisbi hündürlük isə iki nöqtə arasındakı hündürlük fərqi nəzərdə tutulur. Məsəl üçün, burada A və C dağları var. Tutaq gedək də nümunə olaraq. A və C dağlarını A-nın C-yə nisbətən hündürlüyü, aralarındakı yəni hündürlük fərqi nəzərdə tutulur. Nisbi hündürlük fərqidir, bir-birlərinə nisbətən nəzərən ölçülən hündürlükdür. Amma mütləq hündürlük hər bir nöqtənin əsl hündürlüyüdür. Yəni okean və ya dəniz səviyyəsindən ölçülən hündürlüyünə isə mütləq hündürlük deyiləcək. Buradakı tapşırıqlardan hansındasa bəli, A variantında gördüyünüz kimi ikinci sualın altında nisbi mütləq hündürlük anlayışlarını izah edin deyir. Biz də izah etmiş olduq indidəndən. Düşünürəm ki, sizlər üçün asan oldu, hər şeyi anladınız. Suallarımıza cavab verməklə də qalan anlamadığınız mövzularımızı da tam olaraq anlamış olacağıq. Gəlin keçək suallarımıza. Deməli, suallarımıza baxaq. Birinci sualımızda A şəklinə və mətnə əsasən suallara cavab verin. A şəklində verilən relyef formalarının ölçülərini adlandırın. Deməli, birinci olacaq planetar, ikinci mega relyef, üçüncü makro relyef forması, sonra mezo və nəhayət mikro relyef forması olacaq. Aşağıda verilən relyef formaları ölçülərinə görə cədvəldəki kimi qruplaşdırın. Birinci, deməli, Afrika, Ərəbistan dənizi, bunların hamısını özünüz görə bilirsiniz. Sualtı palçıq vulkanı və s. İndi hansı planetardır? Planetar olacaq Afrika, yəni materik qalxması və demişdik ki, okeanlar və yaxud da okean çökəklikləri. Ona görə planetar relyef forması 1-4, yəni Afrika və Hind okeanı olacaq. Mega relyef forması olacaq 2-3, yəni Ərəbistan dənizi və Böyük Qafqaz dağları. Makro relyef forması olacaq Murov dağ, bayaq dediyim kimi Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları və bunların zirvələri artıq olacaq makro relyef. Dağlar özü oldu mega relyef forması, onun zirvələri, məsəl üçün, bax, Murov dağ və vulkanik yayla, bunlar Kiçik Qafqaz dağlarındakı zirvələrdir. Bunlar olacaq artıq makro relyef forması. Mezo relyef forması həmin dağlardan sonraki kiçik relyef forması, yəni çay dərələr və yaxud da ki, sualtı palçıq vulkanı ola bilər, 6 və 9. Mikro relyef forması isə dağ yamacındakı çökəklik, bayaq dediyimiz kimi kiçik çökəkliklər və yaxud da təpələr, bunlar olacaq mikro relyef forması. İkinci sualımızda B şəklinə və mətnə əsasən suallara cavab verin. Nisbi hündürlük və mütləq hündürlük az öncə də qeyd etdik. Mütləq hündürlük okean dəniz səviyyəsindən ölçülür. Nisbi hündürlük isə yer səthinə bir nöqtənin digər nöqtəyə nəzərən yerləşdiyi hündürlükdür və yaxud da ki, hündürlük fərqidir. Xəzər dənizinin səviyyəsindən mütləq hündürlüyünü ölçün. Xəzər dəniz səviyyəsindən mütləq hündürlük ölçmək olmaz uşaqlar. Çünki Xəzər dəniz deyil və göldür təbii ki, dünyanın ən böyük gölüdür və biz də şanslıyıq ki, həmin o dünyanın ən böyük gölünün sahilində yerləşən bir ölkəyik. Xəzər dənizi göldür və okean səviyyəsindən 27 metr aşağıdadır, yəni -27 metrdə yerləşir
okean səviyyəsindən. Ona görə də biz Xəzər dənizinin səviyyəsindən Qafqaz dağlarını ölçə bilmərik. Bizdə hündürlük yadınızda saxlayın. Bu da bizə bir əlavə məlumat olsun. Bizdə mütləq hündürlük Baltik dənizinin səviyyəsindən ölçülür. Yəni Azərbaycanda bütün hündürlüklər, mütləq hündürlüklər Baltik dənizinin səviyyəsindən ölçülərək belə də qəbul olunur. C-də A və C-ni müxtəlif xüsusiyyətlərə görə fərqləndirin. A tektonik dağ, C isə vulkanik dağdır. Bayaqlar gördüyünüz kimi həmin C-dəki dağın başında da vulkan işarəsi var idi. Vulkan püskürülməsi göstərilirdi zaten. D-də B, H və F relief formalarını hansı proseslər yaratmışdı? Bu formalar eksogen və ya xarici proseslərin təsirindən yaranmışdı. B, kanyondur. Çay sularının yumşaq suxurları yuyaraq axdığı. Məsəl üçün, əhəng daşı kimi yumşaq suxurlar olur, gilli suxurlar olur və bunu da çayın gücü çatır, yuya bilir. Yuyaraq dərinləşdirə bilir, öz yatağını dərinləşdirir və dərinləşmə nəticəsində yaranır. H yarğandır və müvəqqəti axarsuların. Müvəqqəti axarsular nələrdir? Yağış və yaxud da qar sularıdır. Yumşaq suxurları yumasından yaranır. F yarımada yaxud hamar relief formadır və dəniz okean səviyyəsi, okean və ya körfəz sularının təsirlə. Deməli, yarımadalar necə yaranır? Körfəzlər dənizlərin və yaxud da okean sularının təsiri ilə yaranır. Y-də D, Y və G relief formalarını yaradan proseslər hansılardır? D suyun altında yaranan bir dağdır. Y vulkanik dağ adadır. G sualtı dərin çökəklikdir. Bu relief formaları endogen və yaxud da daxili proseslər nəticəsində yaranır. Adlarından da göründüyü kimi vulkan təbii ki daxili proseslər nəticəsində yaranır və yaxud da sualtı dərin çökəkliklər bunlar deməli daxili proseslər nəticəsində yaranır. Təbii ki xarici proseslər nəticəsində yarana bilməz bunlar. Üçüncüdə, sonuncuda və harada səyahətdə olmuşsunuz, artıq bunu özünüz yazacaqsınız. Məsəl üçün, hansı bir rayonda, hansı bir dağda, hansı bir gölün sahilində olmuşsunuz və orada gördüyünüz relief formaları, onların xüsusiyyətləri haqqında nə deyə bilərsiniz? Məsəl üçün, biz Böyük Qafqaz dağlarında ola bilərik, Şaxdağa gedə bilərik və yaxud da ki, Tufan dağı və yaxud da digər ərazilərdə ola bilərik. Bu haqda deyə biləcəksiniz ki, bunlar endogen relief forması idi. Orada məsəl üçün dağın ən hündür zirvəsini gördük və yaxud da ki, hansı relief formalar, məsələn, çay dərələrini gördük. Çay dərələrdəki təbii ki, eksogen proseslər nəticəsində yaranmışdı. Bu şəkildə yəni özünüz qeyd edirsiniz. Artıq bunlar sizin sərbəst fikrinizdir. Buna mən qarışa bilmərəm. Gələn dərsimizdə inşallah görüşmək ümidi ilə uşaqlar. Hər birinizə uğurlar, zehin açıqlığı arzulayıram. Kanalımızla qalın və coğrafiyanı daha çox sevəcəyinizə tam arxayın ola bilərsiniz. Buna sizi əmin edirəm. Sağ olun, görüşənədək.